Bismillahirrahmanirrahim. Rəhimli və mərhəmətli Allahın adıyla psixologiya elminə giriş dərsində növbəti dərsimizdir. Allahın köməkliyi ilə davam edirik dərsimizə. Biz valideyn tutumundan danışdıq keçən dərslərimizdə. Qeyd elədik ki, avtoritet valideynə işarə elədik, laqeyd valideynə işarə elədik. Mükəmməliyyətçi valideynə işarə elədik. İfrat gəldik ifrat azadlıqda nataraz valideynə işarə eləməliydik ki, orada qaldıq, mükəmməliyyətçi valideyndə bitdik elə bilirəm ki. Yox, üzr istəyirəm. Sadəcə olaraq avtoritet valideynə, laqeyd valideynə işarə elədik. Mükəmməliyyətçi valideyndə qaldıq. Üçüncü valideyn tipi mükəmməliyyətçi valideyndir. Bir psixologiyanın sağlam olmasına olan mane olan amillərin arasında. Bəli, dedim görüm, yazan var. Mükəmməliyyətçi valideyn nədir? Mükəmməliyyətçi valideyn öz istək və arzuları ilə, baxış tərzi ilə, çata bilmədikləri arzuları ilə, yaxud çatdığı məqamları ilə gəlib uşağı o tərzdə tərbiyə eləyən və o tərzdə ondan tələb edən valideyndir. Yəni, valideyn gəlir, uşağın sahib olduğu müsbətləri silir, mənfiləri şişirdir, 100% axtarır uşaqda, özünün baxış tərzinə uyğun olaraq, özünün arzularına uyğun olaraq, özünün istəklərinə uyğun olaraq, çata bilmədiklərini uşaqda görmək istəyir ki, uşaq gedib çatsın. Yaxud çatdıqlarını uşaqdan tələb edir. Baxarsınız, valideyn, məsələn, institut oxuyur. Övladından tələb edir ki, sən professor olmalısan, akademik olmalısan. Yəni, özü gedib akademikliyə çata bilmədiyi üçün övladdan bunu tələb edir. Yaxud ümumiyyətlə instituta girə bilmədiyi üçün övladdan institutu tələb edir. Hər bir şeydə ki, öz arzularıdır, yerinə yetirə bilməyib. Onu övladdan tələb edir. Yaxud yerinə yetirə bilib. Özü instituta girib, uşaq indi instituta oxumaq istəmir, uşaqdan tələb edir ki, heç mən institut oxumalısın. Uşaq deyir, mən tacir olmaq istəyirəm. Mən instituta getmək istəmirəm. Mən idmançı olmaq istəyirəm. Deyir, yox, sən heç mən dediyim kimi olmalısan. Yaxud %100 axtarır uşaqdan, onun müsbətlərini silir, onun uğurlarını silir. İkinci məqamda kreditlə sevgi verən valideynlərdir, mükəmməliyyətçi valideynlər, şərtləndirən valideynlərdir. Mən dediyimi eləsən, mənim kimi olsun, ədəbün, əxlaqın, yaxud harasa bir bacarığın, sən sevilməyə layiqsən, onda mən sənə sevgi göstərəcəm. Əgər sən mən dediyim kimi olmasan, mənim tələblərimə cavab verməsən, sən pissən, sevilməyə layiq deyilsən. Bax, belə bir valideynlər də mükəmməliyyətçi valideynlərdir. Və uşağın tərbiyəsində çox mənfi təsir qoyan amillərdirlər bunlar. Üçüncü, uşaqlıqdan aldığımız travmaların arasında, uşaqlıqdan aldığımız ruh incikliklərinin arasında, şemaların arasında səhvə lüksü olmamağıdır uşağın. Yəni, sən səhv eləyə bilməzsən. Səhv elədiyin zaman cəzalandırılmalısan. Qarışqanı fil eləyən, özünü nöqsanlı gördüyü üçün uşaqda heç bir nöqsan istəməyən valideynlərdir. Bu uşaq nə olacaq? Bu uşağın özünə güvəni olmayacaq. Bu uşaq özündən razı olmayacaq. Bu uşaq panik atak tapacaq. Bu uşağın içərisində bir içi boşluq olacaq. Qorxarsınız deyəsiniz, nəsə baş verəcək, nəsə olacaq.
Hər şey yerindədir, hər şey qaydasındadır. Qorxur ki, nəsə baş verəcək, nəsə olacaq. Yaxud çox güldüm, Allah xeyir eləsin. Elə bilir ki, çox gülmək anormal bir vəziyyətdir. Yaxud duyğularını bastıran uşaq olacaq. İfadə eləyən uşaq olmayacaq. Cəzalandırıcılıq sxemasına sahib olacaq. Yəni, özündən %100 gözləyəcək, başqasından da %100 gözləyəcək. Özünün xırda səhvlərində, xırda uğursuzluqlarında özünü danlayacaq. Başqasının da xırda səhvlərində, uğursuzluqlarında onu danlayacaq. Bir cəza lazımdır hər səhvin qabağında deyə düşünəcək. Necə yəni? Cəzalandırılmalıdır. Belə eləyibsə cəzasını çəkməlidir. Görərsiniz, bəzi insanlar bu xüsusiyyətdədirlər. Səhv eləmisənsə cəzalanmalısa yox. İnsan həmişə səhv eləyəndə cəzalanmalı deyil. Bağışlanılmalıdır. Göz ardına vurulmalıdır. Mərhəmətli olunmalıdır. Hər səhvdə cəza yoxdur. İnsan bu dünyaya gəlib ki, yıxıla da bilər, dura da bilər. Biz səhvlər eləmək üçün gəlmişik bu dünyaya. Səhvlərimizdən ibrət almaq üçün gəlmişik bu dünyaya. Biz mələk deyilik. Bu dünyaya gəlməmişik ki, səhvlərimiz olmasın. Bu dünyanı Allah səhv eləmək üçün yaradıb. Həzrəti Adəmlə o meyvə məsələsinə bir baxın. Allah Teala buyurur, həm Həvva və həm də Adəm vəsvəsəyə düşdülər, getdilər, meyvəni yedilər. Yalan sözü deyirlər ki, Həvva vəsvəsə elədi Adəmə, təklif elədi. Belə bir şey yoxdur dinimizdə. Hədislər yanlışdır. Hədislər istər sənəd cəhətindən, istər möhtəva cəhətindən zəifdirlər. Bu bizə İsrailiyyatdan keçib gəlmiş sözlərdir, yaxud xristiyanların mənbələrindən gəlmiş sözlərdir, Bibliyadan gəlmiş sözlərdir. Bir çox hədislər ki var, burada İbn İshaqın uydurmalarıdır və sairələrin uydurmalarıdır. Bizdə elə şey yoxdur. Bizdə Qur'an-ı Kərim deyir ki, hər ikisi vəsvəsəyə düşdü, meyvəni yedilər. Tamam, insan dünyaya gəlmişdi ki, meyvəni yeyə, səhv eləyə və öz proqramını icra eləyə. Yəni, Allah bir növ teatr oynadı onlar üçün orada. Adəmlə Həvvanın meyvəyə meyl eləməsi, şeytana aldanması, meyvəni yeməsi yaradılışın startı idi, kilidi idi və bu dünyaya gəlişləri idi. Adəmlə Həvva yaradılmışdı ki, insan bu dünyaya gələ, behişdən xaric ola, yeri ki behişdir, vətəni ki behişdir, behiş üçün yaradılıb, oradan xaric olub dünyaya gələ və yenidən öz hak etdiyini, öz layiq olduğunu əldə eləmək üçün çalışır. Yəni, insana layiq olduğu göstərildi. Bu bir nümayiş idi, bu bir teatr idi. İnsana layiq olduğu göstərildi və ondan onu aşağı salacaq, ona çatmağa mane olacaq bir səhvi göstərildi və yer üzərinə gətirildi ki, get o layiq olduğun yeri əldə elə, havayı deyil. Yəni, hotel deyil, gələsən oturub yiyib-içib yatasan. Onu əldə eləməlisən. Əldə elədiyin zaman o behişdə layiq ola bilərsən. Və insan budur. İnsan dünyaya gəlib ki, ardıcıl səhvlər eləyə, ardıcıl tövbələr eləyə və gedib o layiq olduğu yerə gedib çatmış ola. Və cəzalandırıcılıq buna görə də düzgün deyil. Mükəmməliyyətçilik buna görə də düzgün deyil. İnsanın istedadı məhv olar əgər ona səhvə yol vermək olmasa. İnsandan mükəmməliyyətçilik tələb olunsa, onun istedadı məhv olar. Kiçik uğursuzluqlarında həvəsdən düşər. Baxarsınız, görərsiniz, gözlənilməz hadisələrdən narahat olur bəzisi. Birdən zəlzələ olar, birdən liftə qalaram, birdən təyyarə düşər, birdən müharibə olar. Bunlar həmin insanlardılar ki, bunların valideynləri mükəmməliyyətçi olur. Yaxud fəlakət senariləri yaradıb bu. İnsan görsən, özü üçün fəlakət senarisi yaradır. Baxır, görür, bunun böyrəyi xəstədir, mənim kimi. Baxır, görür ki, birinin böyrəyi birdən tutdu, parçalandı, öldü, deyir, mən də elə olacaq. Bir yeri bir xəstəliyi görür, deyir, mənim də başıma gələcək, mən də elə olacaq. Haradasa nəsə pis bir şey eşidir, Allah eləməsin, balama bir şey olar, balam da elə olar, balamı da vurarlar. Elə stres, elə narahatçılıq içindədir, elə nevroz içərisindədir.
yaxud nevrozun sayrışan hallarına e, mübtəla olub. İnsan ona hansısa bir zərərin, xəstəliyin gəlməsindən yaxud hansısa bir faciə ilə üzləşəcəyindən qorxur. Niyə? Valideynlər mükəmməliyyətçi olublar. Həyatda özünü uğursuz hiss eləyir. Deyir, mən heç vaxt uğur qazana bilməyəcəm. Yaxud bir səbəbi bu olur ki, insan başqalarının istəklərinə daha diqqətli olur. Başqalarını daha düşünür. Məsələn, həmin o istəyir el-aləm nə deyərlə düşünülmüş olsun, el-aləm nə deyər? Onlar nə düşünərlər? Onlar mənim haqqımda nə fikirləşərlər? Yox işte, nə istəyirlər fikirləşsinlər? Sən onların valideyni deyilsən, onların mürəbbisi deyilsən, müəllimi deyilsən. Səhv düşünürlərsə insanlar səhv düşünəcəklər. Doğru düşünürlərsə doğru düşünəcəklər. Əksəriyyətdə də səhv düşünür. Qurani Kərim deyir, əksərhum la yaqilun, ağıllarını işə salmırlar, la yetefəkkarun, təfəkkür eləmirlər. Ya la yefqahun, araşdırmırlar, tənbəldilər. Hər eşitdiyinə inanan insanlardılar, sərf eləyir onlara. Çünki özlərini naqis görürlər, başqalarının da eyiblərini eşitdikləri zaman üstdən də üstünə qoyub danışırlar. Demirlər ki, bəlkə heç onun eybi yoxdur, bəlkə heç mən səhv başa düşmüşəm, bəlkə yanlışdır, bəlkə mənim düşüncəm yanlışdır, bəlkə mən pis fikirləşirəm. İnsanlar elə buna görə bədbəxt olurlar ki, fikirləşmirlər ki, bəlkə mən səhv düşünürəm. Mən niyə belə düşünürəm? Haqq qazandırmırlar eşitdikləri səhvlərə. İnsanlar səhv edən adam görən kimi yıxıb doğruyurlar. El aləm nə deyər dedin, bu insanlardan təşkil tapıb. Bunları vecivə alıb neyniyəcəksən? Yaşaya bilməzsən ki sən. Həmin acımasız insanlardan təşkil tapıb el aləm. Təbii ki, belə fikirləşəcəklər. Nə qədər istəyirlər fikirləşsinlər. Səhərdən axşamacan fikirləşsinlər. Sən düşün, Allah nə fikirləşir? Mən Allahla necəyəm? Allah nə düşünür? Mənim haqqımda. Əhl-i Beyt nə düşünür mənim haqqımda? Doğrudan da elədiyim doğrudur ya yox, səhvim də varsa nə fikirləşirəm ki, onu aradan qaldırım, yaxud bir daha o səhv eləməyim. Biz səhvlər eləmək üçün bu dünyaya gəlmişik ki, tövbə eləyək, paçlaşaq və səhvlərimizdən ibrət alaq. Biz mələk kimi yaşamaq üçün dünyaya gəlsəydik, mələklər Allaha onsuz da etiraz eləmişdilər ki, bu nədir, qan tökən bir varlıq, səhv eləyən bir varlıq yaradırsan. Biz heç bir səhv eləmirik, biz robot kimiyik, rahat şəkildə tam paçıq. Allah dedi, mən bildiyini siz bilmirsiniz. Mən onları yaratmışam ki, səhvlərindən ibrət çıxardıb ilahiləşsinlər. Öz istəkləri ilə, ixtiyarları ilə seçə bilsinlər. Və cəzalandırıcılıq qədər, mükəmməliyyətçilik qədər nataraz, özünü müqayisə eləmək qədər nataraz bir, ədalətsiz bir düşüncə yoxdur dünyada. Öz həyatını el aləmin baxışı ilə seçmək qədər nataraz bir düşüncə yoxdur dünyada. Bu qədər acımasız olmayaq ki, başqasının da səhvini eləməyinə lağ eləyək, tənqidlə baxaq, üzərinə düşək, öz səhvimizdə də yox. Hər kəs səhv eləyə bilər, əsas budur ki, o səhvdən çıxartdığı ibrətlər, dərslər nədir və o səhvi aradan qaldırırmı, qaldırmırmı, başa düşürmü ən azından, başa düşmürmü. Hər halda və səhv eləyəni yıxılanı vurmazlar. Yadınızda saxlayın, özümüzü necə görürüksə, Allah da bizə elə görür. İnsanları necə görürüksə, Allah da bizə elə görür. Əzrail başımızın üstündə gələndə öz simamızda gələcək, bizim simamızda. Nə qədər pak sima, nə qədər mehriban sima, nə qədər güzəştə gedən sima, nə qədər çalışqan sima, nə qədər əfv eləyən sima, nə qədər bacarıqlı, iradəli, özünü sevən sima yaratmışıqsa, Əzrail də bizlə o nəvazişlə davranacaq. Çünki özümüzə belə baxırıqsa, başqalarına da belə baxarıq. Özü aram olan insan başqalarına qəzəbli deyil. Özünü sevən insan başqalarına nifrət eləyə bilməz. Özündən güzəştə gedən insan başqalarından da güzəştə gedər. Çünki ilk növbədə insan özünü bağışladığı zaman başqalarına bağışlayır. Və Əzrail də bizim simamızda gələcək. Bizim ruhumuzu bədənimizdən ayırmağa. Və elə eləyək ki, görəndə qorxmayaq. Deyək ki, ay Allah, bundan qəddar, nə acımasız, nə narahat bir dənə varlıqdır ki, özümüzün güzgüyə düşmüş əksi kimi. Neysə, dərsimiz psixologiya ilə girişdi, biz biraz mənəvi məsələlərə toxunduq, üzrlü sayın. İnsan başqalarının istəklərinə niyə dəyər verir? Çünki onlar tərəfindən qəbul olunmaq istəyir.
Biz niyə başqaları tərəfindən qəbul olunmaq üçün çalışmalıyıq? Fədakarlıq, fədakar olacaqlar bu uşaqlar, gələcəklər, başqalarının fikirlərinə böyük əhəmiyyət verəcəklər. Onların qaşqabaqları ilə bunlar qaşqabaqlı olacaq. Onların gülüşləri ilə bunlar gülüşlər olacaq. Diqqət cəlb eləmək üçün hər işi görəcəklər. Özlərindən çıxacaqlar, öz dəyərlərini başqalarının gözündə axtaracaqlar və öz həyatını heç vaxt yaşamış olmayacaqlar. Və mükəmməliyyətçi olmaq, mükəmməliyyətçi uşaq böyütmək budur. Mən qoy bir şey dəqiqləşdirim. Başqa dərslərdə demirəm. Burada psixologiya elminə girişdə Dostoyevskinin zebra misalını izah eləmişdimmi? Bir uşaq gedir zooparka, zebra görür və zebranı bəyənmir. Zebra ona nə cavab verir? Bunu demişdim mən. Zəhmət olmasa zehninizi yoxlayın. Başqa dərsdə yox, başqa çıxışlarımda yox. Burada deməmişdim. Salam Mustafa, yox. Eşitməmişim, şəxsən mən eşitməmişim. Axşamınız xeyirli olsun bizə Gülxan, necəsiniz? Necəsin, nə yox? Çox sağ ol bacım, Allah razı olsun inşallah. Təşəkkür edirəm. Eşitməmişim. Minnətdarım. Böyük Ağa müəllim də yazdı, bəli, eşitməmişik, tamam. Baxın əzizlərim, bir əsəri var Dostoyevskinin, orada uşaq gəlir ki, zooparka görür ki, şir bir dənə rəngdədir. Fil bir dənə rəngdədir, at bir dənə rəngdədir. Nəysə, baxa-baxa gəlir, çatır zebriyə. Zebriyə baxır, deyirsə, nə gündəsən? Ağ, qara, zolaqlarım var. Belə rəng olar. Zebra qayıdır, ona gözəl bir dənə cavab verir. Deyir ki, sən evdə ata-ananın sözünə qulaq asanda, ata-ana sənə nə deyir? Deyir, yaxşı uşaqsan, aferin, səni çox istəyir. Deyir, ata-ananın sözünə qulaq asmayanda, pis işlər görəndə ata-ana nə deyir? Deyir, qayıdır, deyir ki, sən nə pis uşaqsan, səni sevmir. Deyir, bax, sən də mənim kimisən, sən də zebrasan. Sən ya yaxşı ol, ya pis də, gah yaxşı, gah pis niyə olursan? Dostoyevski çox gözəl bir nöqtəyə işarə edir. Əslində deyir, dünya özü zebra kimidir. Həyat zebradan ibarətdir. Həm acısı, həm şirini ilə birlikdə, həm səhvlərimizlə, yaxşılarımızla, pisliklərimizlə birlikdə. Biz peyğəmbər deyilik, biz imam deyilik, biz mələk deyilik. Biz bu həyata ali ruhla gəlməmişik. Biz ilahi ruhla gəlmişik və seçimlərimiz var. Örgənə gəlirik. Biz cəbarut aləmindən gələn peyğəmbər deyilik. Əql aləmindən gələn imam deyilik. Bizim mayamız oradandır. Amma biz o mayanı burada ələ gətiririk. Həyat zebra kimidir. İnsanlar zebra kimidir. İnsanın səhvi də olar. Onu düzəldər də. Bir şey bacarar da, bacarmaz da. Mən özünə gəldə demişdim. 9 növ zəkatın, Qarderin dediyi 9 növ zəkanı işarə eləmişdim. Demişdim, hərənin bir şeyə zəkası çatır da. Bugün yaxşı bir, maraqlı bir pasiyentim var idi. Onunla danışırdım. Onu bir misalı çəkdim. Dedim, məsələn, 9-cu sinifəcən oxumuşdu o da. Dedim, bizim yaxşı xətini istədiyim bazılardan biridir. 9-cu sinifəcən oxuyub. Adını da yaza bilmiş. Daha doğrusu 5-dən oynayıb, gəh gedib, gəh getməyib. 9-a qədər oxuyub, adını da yaza bilmir. Çox gözəl bir xanımdır. Gözəlliyinə görə də gözəl bir bəylə evlənib. Məsələn, danışırdı ki, məsələn, mən heç bacarmıram, amma bacarmıram da fəxr edirəm. Heç problemi də yoxdur, həyatımdan da razıyam, özümdən fəxr edirəm. Deyirəm, niyə? Deyir, gözəlliyim yetər. Düz deyir. Allah düz deyir. Allah hər bir cür zəka verib də, buna da gözəllik verib və zəka da verib ki, əlaqə qura bilir. Əri ovucunun içindədir, bax qəşəng. O gözəlliyindən də istifadə edib, əri də yaxşıdır, pul imkanıdır. Əri də ovucunun içərisindədir, deyir, bax, ərimi də almışam əlimə, özümü istətmişəm ona, gözəl yaşayıram. Heç nə bacarmıram, deyir. Adımı da yaza bilmirəm. Nə toxuculuq bacarıram, nə yemək pişirmək bacarıram, nə heç nə bacarmıram. Bir dənə qəşəng əxlaqı var, gözəl əxlaqı var, gözəl tərbiyə verir övladlarına da. Və gözəl davranış qabiliyyətinə malik, zəkası budur.
intellekt. Əlaqə saxlaya bilir insanlarla. Həm IQ-su var, həm EQ-su var. Başqa heç nə bacarmır. İnansız kitab oxuya bilmir. Adını deyirəm, yaza bilmir. Amma rahat yaşayır. Deyirəm, nə işlə məşğulsa, deyir, heç nə. Xanımlarla laqqıltı vururam. Ərimdən pul alıram, pulludur, otururam. Günümü belə keçirdirəm. Yığıram qonşuları, laqqıltı vururam, deyirəm, gülürəm, harcını yeyirəm, çay içirəm, su içirəm. Danışırıq, deyirik, gülürük, gəzirik, yaşayıram, yaşamağı bacarır aslında. Amma başqa şey bacarmır. Nə həkim deyil, nə mühəndis deyil, nə dini savadı dərin deyil, nə heç nə yoxdur da. Amma bacarır. Həyat zebra kimidir. Bir şeyi bacarmırsa, birisi şey bacarır. Biri instituta girə bilmir, dərs oxuya bilmir, elm oxuya bilmir, amma qəşəng oxucudur, dərzidir. Biri instituta girə bilmir, amma idmançıdır, güləşçidir. Güləş bacarır. Biri instituta girə bilmir, ticarət bacarır. Hər kəs hökmən eyni şeyi bacarmalı deyil ki, zəka növləri fərqlidir. Hər kəs bir zəkası ilə nəsə bacarır. Biri şeir yazmaq bacarır. Baxın, həyat belədir, zebra kimidir. İnsan görək, baxa ki, mən ola bilər, bəzi şey bacarım, bəzi şey bacarmıyam. Birinin əli, ayağı var, qaçır, tullanır, düşür. Birinin əlində, ayağında hansı bir problem var, anadan gəlmə, ya sonradan. Nə çox əl ayağı olan, qaçıb tullanıb düşən insanlar ki, günaha qaçırlar, çirkinliyə qaçırlar, pisliyə qaçırlar, iyrənciliyə qaçırlar. Allahdan istəmişəm, özüm həmişə deyirəm, deyirəm, ilahi, gördün ki, nəydə çaşıram, onu məndən al. Əlim ayağıma gəl, mən günaha aparacaqsın, mənim əlim ayağımı iflicili istəməmişdir. Lazım deyil. Olmamağı olmağından daha yaxşıdır. Bir insanın ki, qəlbi böyükdür, genişdir, paçdır, gözəldir. Əl-ayağı neyinir? Neyinir? Doğrudan neyindir, qurban olaraq? İnsan qəlbi ilə yaşayır, beyni ilə yaşayır, zihni ilə yaşayır. Həyat budur. İnsan sevgisi ilə yaşayır, duyğusu ilə yaşayır. Birinin bədəni var, birinin bədəni yoxdur. Birinin fiquru var, birinin fiquru yoxdur. Biz el aləmin şeyləri ilə getsək, dəyərləndirmələrlə getsək, bədbəxt olaraq el aləmin dəyərləndirmələri ancaq həvəs üzərindəndir, hərislik üzərindəndir, paçlıq üzərindən deyil ki. Biz o vaxt xoşbəxt oluruq ki, paçlıq üzərindən yaşayaq. Nə olacaq ki, ya? Hər halda, həmişə yadınızda saxlayın. Hər yaxşı bir şeydən bir dənə daha yaxşı bir şey var. Ondan bir dənə daha yaxşı bir şey var. Qutaran deyil. Qutaran deyil. Nəyə insan gözünü, ümidini bağlamalıdır? Hər bir qadına bax, ay Allah, qadına bax, ondan daha yaxşı qadın görəcəksən sabah. Birisinin ondan da daha gözəl qadın görəcəksən. Ay kişiyə bax, ondan daha yaxşı kişi görəcəksən. Daha varlı görəcəksən, daha muskullu görəcəksən, daha gedəcəksən qabağa. Bu dahalar qutaran deyil ki dünyada. Nə qədər müxtəlifliklər var, dahalar da var. Allah ona görə deyir, gözünü başqa şeylərdən ört. Özünü müqayisə eləmə, nəyə görəsə də həris olma. Gözünü özünə sahib olduqlarına çatdır. Gör elə əlində olanın qədrini bilmirsən. O baş ki, beyin ki səndə var. O yaddaş ki səndə var. O ürək ki səndə var. O düşüncə ki səndə var. Onun qədrini bilmirsən elə əl-ayağı qədərini çəkirsən. Onun qədrini bil. Səndə olan yoxdur. O əl-ayaqlarda o yoxdur. Vallahi yoxdur. Billahi yoxdur. Məndə yoxdur. Səndə olan paç qəlb məndə yoxdur. Yoxdur. Başqa şeylə deyil. Mən istəmirəm. Mən nəyimə lazımdır? Kiminsə gözəlliyi məndə olmuş olsun, kiminsə qol qanadı məndə olmuş olsun, muskulu, pulu məndə olmuş olsun. Lazım deyil. Bir çox adamların pulu var. Amma olmasaydı ondan yaxşı idi. Mən o pulu verərəm ki, indiki vəziyyətimi alım. And ola Allaha. Baxmayaraq ki, nə qədər çətinliydiyəm, çox-çox çətinliydiyəm, o pulu verərəm ki, amma bu vəziyyətimdə qalım. Bu şadlığımda, bu evimdə, bu deməyimdə, bu gülməyimdə, bu həyatımda, bu düşüncəmdə qalım. Bunu dəyişmərəm ondan. Çox adamın pulu var, yaşayışı yoxdur, yaşamır ki. Güya yaşayır. O elə bilir yaşayır. Amma yaşamır həqiqətən. Və getdiyi zaman, yeni dünyaya doğulduğu zaman, yəni öldüyü zaman ki, yenidən doğulur, çox çətinlik çəkəcək, çox əziyyət çəkəcək, çox əzab çəkəcək. Onda deyir Allah Teala ki,
varımı, dövlətimi, hər şeyimi verərdim ki, amma insan onda deyəcək, Allahın ayələrində var. Verərdim ki, amma mən bunu bu vəziyyətə düşməyəydim. Bunu mənəviyyatla dəyişəydim. Cəmaat nədir? Cəmaat gör belə ağıllıdırlar. Həmin cəmaatdırlar, bildiyim cəmaatdırlar. Həmin əgər biri rüşvət alırsa, rüşvət alır. Biri adam öldürürsə, adam öldürür. Biri arvadını döyürsə, arvadını döyür. Biri ərinə xəyanət edirsə, xəyanət edir. Həmin cəmaatlar kamil insandan ibarətdir ki, cəmiyyət. Cəmiyyət ancaq naqis insanlardan ibarətdir. Mən qarşı hər kəs. Hamımız naqis bacılar, qardaşlar. Biz naqis dünyaya gəlmişik. Bu dünya naqis dünyadır. Biz özümüz də naqisik gəlmişik bu dünyaya. Heç kim mükəmməl deyil və mükəmməl ola da bilməz. Elə bizim gözəlliyimiz budur ki, naqis dünyadayıq və naqis də yaranmışıq. Adi bir misal vuram. Məcə Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm dünyaya gəldi. Hələ dünyadan gəlmədiyindən öncə anasının bətnində olanda atası dünyadan getmədi mi? Dünyaya gələndə yetim dünyaya gəlmədi mi? 6 yaş yarımında anasını da əldən vermədi mi? Kim kamil gəlib ki dünyaya? Hər kəsin hansısa bir nöqsanlarla, hansısa çətinliklərlə gəlib dünyaya. Əzizlərim, sözüm hardadır? Sözüm buradadır. Mükəmməliyyətçilik kimi zülm yoxdur. Dünyada ən böyük zülm nədir? Mükəmməliyyətçi olmaq. Həyata mükəmməliyyətçi baxmaq. İnsana insan olduğu üçün dəyər verilir. Həkim olduğu üçün, ruhani olduğu üçün, alim olduğu üçün, müəllim olduğu üçün deyil. İnsana insan olduğu üçün dəyər verilməlidir ki, dediyin el aləmdə bu cür dəyər verilir. Onda el aləmin tərəzisi ilə niyə ölçməliyəm özümü? Mən Allahın tərəzisi ilə ölçməliyəm. Övlada ümumiyyətlə biz nə etməliyik? Sevgi ilə dəyər verməliyik. Məhz bu çəkilərin, bu tərəzilərin ucbatındandır ki, biz özümüzü pis hiss eləyə bilərik. Bilirsiniz, mən bu sözün səmimiyyətinə inanmıram ki, bəzi cəmiyyətlərdə deyirlər ki, valideyn övladını hər şəraitdə sevir. Yox, elə bir şey deyil. Valideyn övladını hər şəraitdə sevmir. Övladdır ki, uşaq vaxtı valideynini hər şəraitdə sevir. Yadınızda saxlayın. Valideyn övladını hər şəraitdə sevməlidir sadəcə olaraq. Sevməlidir. Götürüb ölçsə görək ki, övlad valideynini hər şəraitdə sevir uşaq vaxtı. Eyni şey ki, valideyn eləməlidir, övlad edir. Hər halda tənqidlərdə, narahatçılıqlarda, tənqid edən şəxs, baxın görün, həmin mövzuda nə qədər ixtisas sahibidir. Həmin sahədən nə qədər uğur qazanır. Zığallıqla deyil, ata-baba pulu ilə deyil, şəraiti ilə deyil. Onun şəraiti o vaxt olub, amma sənin şəraitin o vaxt yox, onunla şəraiti ilə eyni deyil. Biz çox vaxt şəraitə baxmayaraq övladlarımızdan istəyirik. Məsələn, adi tərbiyədə qabaqçı uşaqlar tərbiyəli idi, tərbiyəli olar da. Qabaqçı uşaqlar TikToka, Instagrama girəndə, internetə girəndə çıplaq qadın görürdü, adam öldürən görürdü, qatil kinoları görürdü. Qabaqçı uşaqlar bu qədər narkomaniyana 7 saniyədə narkotik tapa bilirdi. Bəzi ölkələr var dünyada 7 saniyə narkotik tapırlar. Yəni o qədər əl altındadır. Qabaqçı uşaqlar bu cür cəmiyyətdə böyüyürdü. Öz cəmiyyətimizdən danışmıram, ümumi müasir dünyadan danışıram. Sən qabaqçı dünyada yaşamamısan, ədəbli ərkənli olmuşsan, fəxr deyilirsən. Nəyə fəxr edirsən? İndiki zamanədə olsaydın, nə edərdin? Bu tərbiyə ilə böyüsəydin. Uşağın üstünə niyə gedirsən? Sən şərait yaratmalısan, ata-anasan ki, o uşaq o vəziyyətdən necə çıxa bilər? Yəni, uğur anlayışına bax. Bəzilərinin uğur anlayışı puldur, gözəl qadındır, gözəl kişidir, maşındır, şöhrətdir, bəzilərində elmdir. Bəzilərinin uğur şəraitinə də baxmaq lazımdır. Hansı şəraitdə, necə uğurlar qazanır? Tənqid edən şəxsi psixoloji cəhətdən ölçmüsünüz ki, onu qəbul edirsiniz ki, məni necə tənqid edir, düz deyir ya yox. Məni nə qədər düzgün tanıyır. Məni nə qədər dərk edir. Mən yaşadığım duyğuları ümumiyyətlə məni tənqid edən adam yaşayıb ya yox. Məni tənqid edən adam nə qədər səmimidir. Bəlkə xəstə ruhlu adamdır, məni sındırmaq üçün deyir. Tənqidin faydası kimədir? Öz ruhun qürurlandırır tənqid eləmək üçün.
Yoxsa mən çox bilirəm demək istəyir? Yoxsa mənə demək istəyir doğrudan faydasını? Doğrudan da bunun tənqidi faydalıdır ya yox vəbşi, ümumiyyətlə. Tənqidin əsas səbəbi nədir? Həlledici yol göstərirmi mənə? Bəzi insanlar yalnız tənqid bacarır, yol bilməz. Yaxşı, onlar mənim haqqımı bilmir. Onlar mənim şəraitimi dərk eləmir. Onlar mənim bacarıqlarımı düzgün tənzimləmir. Mənim nə çəkdiyimi bilmir. Nə yaşadığımı bilmir. Yəni, mən ki, bunları yaşamışam. Mən özümə haqq verməyəcəm. Mən özümlə düzgün ölçməliyəm. Onlarla deyil. Mən bu həyata başlayanda, mən bu ayaq üstündə duranda evdəki davalar, dalaşlar, qırğınlar, müsibətlər, söyüşlər, təhqirlər, cəmiyyətdəki çatışmamazlıqlar, hər şeylər ki, mən hiss eləyirdim, tək mənim ruhum hiss eləyirdi. Bunlar hiss eləmirdi. Mənim nəyə səbirli olmağım, dözümlü olmağım, zəhmətlərim, güclə nəyisə bacarmağım, bacara bilməyib, dibə düşməyim. Bunları bu yaşamayıb. Bunların heç birisini el-aləm yaşamayıb. Bunların heç birisi bu insanlar yaşamayıb, əzizlərim. Dəyməz. Mükəmməlliyyətçiliyə dəyməz. Həyatı bax, həyatı gözəlləşdir. Nəyi daha yaxşı eləyə bilərəm, onu düşün. Nəyi bacarmaram, yox. Bacarmadım, evi yoxdur. Nəyi daha yaxşı eləyə bilərəm? Necə eləyə bilərəm, şad ola bilərəm? Necə eləyə bilərəm, aram ola bilərəm? Mömin həm şaddır, həm aramdır. Nə eləyə bilərəm? Bax, bunlarla getməliyik qabağa. Həm özümüzə, həm övladlarımıza bunu öyrətməliyik. Dərsimiz burada sona çatır. Təşəkkür edirəm, minnətdaram hər birinizə dərsdə iştirak etdiyiniz üçün. İnşallah dərsimiz də hələ bundan sonra 5 dərsdə davam edir. Yox. 9-cu dərsdə 4 dərsdə davam edəcək inşallah. 4 dərsdə qurtarırıq. Sağ olun, sağlıqla qalın. Gecəniz xeyrə qalsın.